Otaqdakı 9 nəfər Zəif Bənd şousunun bugünkü iştirakçılarıdır. Onlar oyun ərzində 9000 manat toplaya bilərlər. Lakin yekun məbləği oyunculardan yalnız biri qazanacaq. Digər 8 nəfər isə raundlar arası səs vermələrdən sonra şounu bir-bir əli boş və Zəif Bənd kimi tərk edəcəklər. Zəif Bənd oyununa xoş gəlmişsiniz. Studiyadakı 9 iştirakçıdan hər hansı biri 9000 manat uda bilər. Onlar bir-birini tanımırlar, amma əgər bu məbləğ udmaq istəyirlərsə gərək bir komanda şəklində birləşsinlər. Onların 8-i buradan əli boş gələcək. Belə ki, hər raundun sonunda komanda kimin Zəif Bənd olmasına səs versə, həmin oyuncu studiyanı tərk edəcək. Komanda ilə tanış olaq. Anar, 30 yaş, Mingəçevir menecer. Mübariz, 42 yaş, Bakı şəhəri mühəndis. Sərdar, 36 yaş, Gəncə şəhəri müəllim. Xəyalə, 25 yaş, Bakı şəhəri mühəndis. Ruslan, 35 yaş, Bakı şəhəri mühəndis. Cavid, 22 yaş, Bakı şəhəri magistr. Firuzə, 25 yaş, iqtisadçı, Füzuli şəhəri. Ayaz, 29 yaş, tarixçi, Uzar şəhəri. Emir, 25 yaş, iqtisadçı, Bakı şəhəri. İndi isə qaydalar haqqında. Hər raundun uduş məbləği 1000 manatdır. Bu pulun əldə etmənin ən qısa yolu 9 düzgün cavabdan ibarət olan zəncir yaratmaqdır. Amma sizlərdən biri suala düzgün cavab verməyəndə zəncir qırılacaq, topladığınız pullar itəcək və siz zənciri yenidən qurmalı olacaqsınız. Topladığınız pulların təhlükədən qorunmağın isə yalnız bir yolu var. Siz sual səslənənə qədər bank deməlisiniz. Unutmayın ki, raundun sonunda yalnız banka qoyduğunuz pullar sizin olacaq. Birinci raund 3 dəqiqə davam edir və biz oyuna adı əlifba sırasına görə əvvəl gələn oyuncudan başlayırıq. Anar, bu sizsiz. Zəif Bənd oyununa başlayırıq. İlk sualın dəyəri 25 manatdır. Vaxt getdi. Anar, səməni hansı fəsildə göyərdilir? Yaz. Düzdür, Mübariz. Bakıdakı qız qalası çay daşından tikilib yoxsa əhəng daşından? Əhəng daşlarından. Düzdür, Sərdar. Bank. Yerdən xüsusi cihazlarla səma cisimlərini öyrənən elmi müəssisə necə adlanır? Astronomiya. Düz deyil, rəsədxana. Xəyalə. Tətik tüfəngdə olur yoxsa qılıncdan? Tüfəngdə. Düzdür, Ruslan. Bank. Ömər Xəyyam rübailərini hansı dildə yazıb? Fars. Düzdür, Cavid. Bu müğənnilərdən hansı həm də kino aktyoru kimi tanınıb? Mirzə Babayev yoxsa Baba Mirzəyev? Mirzə Babayev. Düzdür, Firuzə. Bank. Tut meyvəsindən çəkilən bəkməzə el arasında nə deyirlər? Doşaq. Düzdür, Ayaz. Bank. Əskinas kağız puldur yoxsa metal pul? Kağız pul. Düzdür, Emil. Əf fərmanı hansı Yunan sözü ilə ifadə olunur? Amnistiya. Düzdür, Anar. Bank. Hansı sürünən heyvanı ləngiliyin simvolu hesab edirlər? Yılan. Düz deyil, tisbağanın. Mübariz. Tərxun yemişanın növüdür yoxsa yovşanın? Yovşanın. Düzdür, Sərdar. Bank. Qadan alım xalq mahnısında hansı çay qıyqacı axır? Araz. Düzdür, Xəyalə. Bank. Kollec, orta təhsil məktəbi yoxsa ali? Orta. Düzdür, Ruslan. Bank. El arasında yaşlı kişiyə ağsaqqal deyirlər. Bəs yaşlı qadını necə adlandırırlar? Abicə. Düzdür, Cavid. Bank. İlk avtomobillər nə ilə işləyirdi? Benzinlə yoxsa buxarla? Buxarla. Düzdür, Firuzə. Bank. Azərbaycanda limon Lənkəranda bitir yoxsa Qəbərədə? Lənkəran. Düzdür, Ayaz. Bank. Süni saç hansı fransız sözü ilə ifadə olunur? Şenyol. Düzdür, Emil. Hol, böyük zala deyirlər yoxsa kiçik dəhlizə? Böyük zala. Düzdür, Anar. Bank. Beynəlxalq Grossmeister olan hansı şahmatçımız Milli Məclisin deputatı olub? Amir Sofi. Düzdür, Mübariz. Kəsici alətləri bilov daşı ilə itləyirlər yoxsa çaxmaq daşı ilə? Bilov daşı ilə. Düzdür, Sərdar. Bank. Amerika qitəsində əhalisinin sayına görə ən böyük dövlət hansıdır? Braziliya. Düz deyil, Amerika Birləşmiş Ştatları. Xəyalə. Geometriya sözünün hərfi mənası nədir? Həndəsə yoxsa yer ölçmə? Həndəsə. Düz deyil, yer ölçmə. Ruslan. Xalq mahnısında almanı xarala atdıqda o hansı rəngi alır? Sarı. Düzdür. Cavid. Bank. Akrobatik tullanmalar üçün nəzərə tutulmuş tor batut adlanır yoxsa batat? Batat.
Düz deyil, batut. Firuzə. Roma rəqəmləri ilə 30 yazmaq üçün neçə x-dən istifadə olunur? Düzdür. Ayaz. Bank. Təbrizin şeirini Səməd Vurğun yazıb, yoxsa Süleyman Rüstəm? Səməd Vurğun. Düz deyil, Süleyman Rüstəm. Emil. Avropanı əhatə edən dənizlərindən vaxt bitdi və mən sualı sona kimi səsləndirəm bilmədim. Bu raundda siz banka yalnız 500 manat qoya bilmişsiniz. Halbuki bu məbləğ 1000 manat ola bilərdi. Hər dəfə sual səslənəndə diksinib 3 dəfə Bismillah deyən kimdir? Kimin tavağı bir qazan, bildikləri isə bircə qaşıqdır. Biriniz buradan əli boş gedəcək. Zəif bəndi müəyyən etməyin vaxtıdır. İlk raunddan sonraki statistik nəticələrə əsasən Ruslan raundu güclü, Sərdar isə zəif bənd kimi başa vurub. Bəs komanda səs verməsi ilə 9 oyuncudan hansının oyunu birinci tərk etməli olduğuna qərar verəcək. Səs vermə bitdi. Zəif bəndi müəyyən etməyin vaxtı gəlib çatdı. Sərdar. Sərdar. Cavid. Mübariz. Ayaz. Sərdar. 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 Cavid, Sərdarı yazmısınız. Xeyr olar. O iki suala cavab vermədi və ədalət naminə Sərdarı yazmalı oldu. Elə siz özünüz də çox yaxşı oynamamısınız. Elədir. Bunu da mən dedim ədalət naminə. Çox sağ ol. Ayaz, Bəli. sizin deyəsən poeziya ilə aranız yoxdur. Var. Birdən şeir zad yazarsınız ha. Fikrim yoxdur. Heç fikriniz olmamalıdır da. Siz Səməd Vurğunu Süleyman Rüstəmlə çaşdırırsınız. Həyəcan. Seçiminizi izah eləyin. Çalışdım obyektiv olun. Sərdar 2 suala cavab verə bilmədi. Buna sözüm yoxdur. Çalışın axıra kimi belə də saxlayın. Sərdar, günah özünüzdədir. Ən zəif bənd sizsiz. Xudafiz. Oyunda zəif bənd olmağıma baxmayaraq, hesab edirəm ki, mən də o bir oyunculardan heç də zəif deyiləm. Sadəcə olaraq psixoloji amillərin burada rolu var idi. Yəni vəziyyət belə gətirdi. Amma buna baxmayaraq yenə də komandaya haqlı qərara görə təşəkkür edirəm. İkinci raund. Siz banka cəmi 500 manat qoya bilmişsiniz. Halbuki bu məbləğ 1000 manat ola bilərdi. 8 iştirakçı qaldı. Bu raundda vaxtınız 10 saniyə azalır və biz oyuna keçən raundun güclü bəndindən başlayırıq. Ruslan, bu sizsiz. Zəif bənd oyununa davam edirik. Vaxt getdi. Ruslan, kaşalot bığlı balinadır yoxsa dişli? Dişdi. Düzdür. Cavid, samuraylar hansı ölkənin döyüşçüləri idi? Yaponiya. Düzdür. Firuzə, bank. Qızıl dərviş mükafatı incəsənətin hansı sahəsi üzrə verilir? Teatr yoxsa musiqi? Teatr. Düzdür. Ayaz. Bank. Daha çox dövlətin üzv olduğu beynəlxalq təşkilat hansıdır? BMT. Düzdür. Emil, yer üzündə ən aşağı temperatur hardadır? Arktikada yoxsa Antarktidada? Antarktidada. Düzdür. Anar, Bank. hicri qəməri təqvimində bir il neçə aydan ibarətdir? Pas. 12 aydan. Mübariz, gəmi heyətinin istirahət və toplantı yeri kambuz adlanır yoxsa kayut kampaniya? Kayut kampaniya. Düzdür. Xəyalə, Bank. Rusiyanın ən böyük şəhəri hansıdır? Moskva. Düzdür. Ruslan, bu oyunlardan hansı heç-heçə hesabı ilə bitə bilməz? Voleybol yoxsa handbol? Voleybol. Düzdür. Cavid, Məmməd Həsən əmi Cəlil Məmməd Quluzadənin hansı povestinin obrazıdır? Poçt qutusu. Düz deyil, Danabaş kəndinin əhvalatları. Firuzə, bu rayonlardan hansı Bakıdan uzaqdır? Qəbələ yoxsa Quba? Quba. Düz deyil, Qəbələ. Ayaz, institut sözünün yazılışında neçə T hərfi var? 3. Düzdür. Emil, motosiklet Qərbi Avropada meydana gəlir yoxsa Şərqi Asiyada? Qərbi Avropadan. Düzdür. Anar, Bank. Bala Başa Bəla tamaşasında Suğra obrazını hansı xalq artisti yaradıb? Pas. Afad Bəşir qızı. Mübariz, İntibah dövrünün görkəmli rəssamı və heykəltəraşı Michelangelo milliyyətcə kim idi? İtalyan. Düzdür. Xəyalə, hansı mətbəx əşyasının armudu növü var?
Stəkan. Düzdür. Ruslan, boz sahibkara deyirlər, yoxsa bostan işçisinə? Sahibkar. Düzdür. Cavid, Bank. Yerik rayonu hansı xarici dövlətlə həmsərhəddir? İran. Düzdür. Firuzə, Balıqanlı cavana deyirlər, yoxsa qocayam? Cavana. Düzdür. Ayaz, Bank. bir era neçə ildir? 100. Düz deyil, min, Emil. Filologiya humanitar elmdir, yoxsa təbiət elmi? Humanitar. Düzdür. Anar, saatın mili necə adlanır? Əqrəb. Düzdür. Mübariz. Bank. Xalq təqvimində ilin ən isti ayına nə deyirlər? Qora yeyən, yoxsa qora bişirən? Qora bişirən. Düzdür. Xəyaləm. El məsəlinə görə üstü unlu görünənin adı nə çağırırlar? Dəyirmançı. Düzdür. Ruslan, Bank. farmakoterapiya dərmanlarla aparılır, yoxsa otlarla? Dərmanla. Düzdür. Vaxt bitdi, siz banka yalnız 425 manat qoya bilmişsiniz. Halbuki bu məbləğ 1000 manat ola bilərdi. Füzulinin heykəlinə baxıb onu Azdramanın artisti zənn edən kimdir? Kimə elə gəlir ki, zəif bənddə oynamaq, toylarda can-cana oynamaqdan asandır? Biriniz buradan əli boş gedəcək. Zəif bəndi müəyyən etməyin vaxtıdır. Ruslan yenə də güclü bənddir. Statistikaya əsasən bu dəfə raundun zəif bəndi Anardır. Bəs komanda kiminlə sağollaşmaq qərarını verəcək? Səs vermə bitdi. Zəif bəndi müəyyən etməyin vaxtıdır. Ayaz. Ayaz. Cavid. Anar. Anar. Cavid. Anar. Anar. Ayaz, bayaq söhbətimiz yarımçıq qaldı. Sizin təhsiliniz nədir? Alidir? Bəli. Haranı bitirirsiniz? Pedaqoji Universiteti. Hansı fakültəni? Tarix. Zarafat edirsiniz? Xeyr. Onda yadınızda yaxşı-yaxşı saxlayın. 100 il bir əsrdir, bir era deyil. Həyəcan, həyəcan, həyəcan. Seçiminizi izah eləyin. Yenə də çalışdım obyektiv olum. Anar 2 suala səhv eləmirəmsə cavab verə bilmədi. Cavid, Bəli. savadlı oğlana oxşuyursunuz, amma oyununuz barədə bunu deyə bilmərəm. Sizin karyera istəyiniz nədir? Elmlər doktor olmaq, Hansı professor olmaq. elmlər üzrə? Sosial elmlər üzrə, sosiologiya ixtisasında. Yaxşı ki, ədəbiyyatın buna dəxli yoxdur. Yaxşı ki. Madam ki, razısınız, onda seçiminizi izah eləyin. Nəzərə alsaq ki, digər suallara cavab verilməyəndə bir o qədər yadda qalmır. Amma elementar suallarda hicri qəmər ilinin neçə aydan ibarət olduğunu sualına cavab vermək məncə o qədər də çətin sual deyil. İstər mi var? Eynilə sizin sualınız kimi, Danabaş kəndinin əhvalatları yadınızdadır? Məktəb vaxtı oxumuşdum. Anar, zəifə zəif deyərlər. Ən zəif bənd sizsiz. Xudafız. Zəif bənd dedim, çıxartdılar. Amma inanmırdım ki, belə ikinci raunddan oyundan kənarlaşın. Yerdə qalan oyunculara uğurlar arzu edirəm. Özümə gəldikdə isə çalışaram həyatda üzümə. Üçüncü raund. Siz banka cəmi 925 manat qoya bildiniz. Halbuki bu məbləğ 2000 manat ola bilərdi. 7 iştirakçı qaldı. Bu raundda vaxtınız daha 10 saniyə azalır və biz oyuna keçən raundun güclü bəndindən başlayırıq. Ruslan, bu sizsiz. Zəif bənd oyununa davam edirik. Vaxt getdi. Ruslan, neft daşımaq üçün nəzərdə tutulan böyük nəqliyyat çənləri necə adlanır? Sisterna. Düzdür. Cavid, Bank. Ave Maria matəm marşıdır, yoxsa dua nəğməsi? Dua nəğməsi. Düzdür. Firuzə, qədim Albaniya dövləti hansı dağların ətəyində yerləşirdi? Pas. Qafqaz dağlarının. Ayaz, Meladze qardaşlarından hansı müğənnidir? Konstantin yoxsa Valeri? Valeri Miladze. Düzdür. Emil, Minsk avtomobil zavodunun qısa adı nədir? Maz. Düzdür. Mübariz, Bank. Satira və İncəsənət Muzeyi Praqada yerləşir, yoxsa Qabrovada? Qavrovada. Düzdür. Xəyalə, Vank. Türkiyə Respublikasının 9-cu prezidenti kim olub? Süleyman Dəmir. Düzdür. Ruslan, yer kürəsi günəşə yaxınlaşdıqca onun hərəkət sürəti artır, yoxsa azalır? Artır. Düzdür. Cavid, Bank. İnsanın zehni qabiliyyəti latınca necə səslənir?
Pas. İntellekt. Firuzə. Qədimdə hansı dipçək gülü ilə gözləri müalicə edirdilər? Ətirşahla yoxsa əzva ilə? Əzva. Düzdür. Ayaz. Bank. Amsterdam şəhəri hansı qiymətli daşın cilalanması ilə məşhurdur? Zümrüd. Düz deyil, almazın. Emil. Bu adalardan hansı İtaliyaya daha yaxındır? Siciliya yoxsa Sardiniya? Siciliya. Düzdür. Mübariz. Bank. Lev Tolstoyun hansı qəhrəmanı özünü qatarın altına ataraq intihar edir? Anna Karenina. Düzdür. Xəyalə. Bank. İlanların zəhər vəziləri üst çənələrində olur yoxsa alt çənələrində? Üst çənələrində. Düzdür. Ruslan. Bank. Ekvator yer kürəsini neçə yarım kürəyə bölür? 2. Düzdür. Cavid. Bank. Sarı su gölü şirin suludur yoxsa şor sulu? Şor sulu. Düz deyil, şirin sulu. Firuzə. Rocky filmində başrolda hansı Hollywood aktyoru çəkilib? Sylvester Stallone. Düzdür. Ayaz. Bank. Sanskrit Hind yazısıdır yoxsa Misir? Hint. Düzdür. Emil. Azərbaycanda ilin hansı ayında saatlar 1 saat geri çəkilir? Mart. Düz deyil, oktyabrda. Mübariz. Roman xalqları əksərən qara saç olur yoxsa sarı saç? Qarasaç. Düzdür. Xəyalə. Şahmat üzrə dünya çempionu olmuş Karpovun adı nədir? Pas. Anatoli. Ruslan. Güldan sözü düzəltmək isimdir. Vaxt bitdi və mən sualı sona kimi səsləndirə bilmədim. Bu raundda siz banka yalnız 350 manat qoya bildiniz. Halbuki bu məbləğ 1000 manat ola bilərdi. Adını yazanda 2 səhv buraxan ağıl dəryası kimdir? Kimi topu öz qapısına vuran futbolçu kimi fitə basmaq olardı? Biriniz buradan əli boş gedəcək. Zəif bəndi, müəyyən etməyin vaxtı gəlib çatdı. Statistikaya görə raundun güclü bəndi mübarizdir. Cavid isə zəif bənddir. Görək bu səs vermədə komanda kimə həvəsdir, bəsdir deyəcək. Səs vermə bitdi. Zəif bəndi müəyyən etməyin vaxtıdır. Cavid. Ayaz. Cavid. Emil. Emil. Cavid. Cavid. Emil, deyəsən özünüzü maliyyətçi kimi təqdim elədiniz. Bəli. Bəs nə əcəb bu raundda banka pul qoymadınız? Banka pul qoymadan zəncirləri daha da böyütməyin tərəfdarıyam mən. Bir də ki, sizin nə vecünüzə, maliyyətçi sizdə əliniz pulla oynayır. Bilmiyorum. Seçiminizi izah edin. Cavid bu da qeyd edilmiş kimi 2 səhv cavab verib. Ümumiyyətlə keçmiş raundlar ərzində də hər dəfə minimum bir səhv olurdu. Ruslan, siz deyin görə Cavid'i niyə görə çıxardırsınız? Həyəcana üstün gələ bilmədi. Həyəcan hələ də ona üstün gəlir. Siz özünüz həyəcanlanmırsınız ki? Susuz hamımız həyəcanlıyıq. Amma Biz Cavid... niyə deyirəm? Buyurun. 2 raund güclü bəndidir. Birdən-birə nə oldu sizə? Oyundur. Banka pul qoysaydınız, indi yenə də güclü bənd olardınız. Cavid, evin kiçiyi oldun, belədir də. Ən zəif bənd sizsiz. Xudafız. Böyük şair Yunus Əmrə indi sağ olsaydı, öz misralarını məhz bizim bu zəif bənd oyununa həsr edərdi. Gələr bir-bir, gedər bir-bir, qalar bir. Gələn gidər, gidən gəlməz, bu bir sir. Komandanın obyektivliyinə heç bir şübhəm yoxdur. Bu dəfə də getmiş növbəsi məndəyim.